Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Deyir ki, A üstə gəlsin 1 bölü A bərabər 2 olarsa, bu ifadənin qiymətini tapın deyə uşaqlar. Bu müxtəsər düsturuna aid olan bir sualdır. Biz burada nə etməliyik uşaqlar? Baxın, bizə verilən ifadəni gəlin hər tərəfini kvadrat hissələyək. Məsələn, bizə verilib ki, bu şəkildə ifadəni kvadrat hissəldirəm. Bərabər 2-nin kvadratı. Bunu A üstə gəlsin B-nin mötərizə xarici kvadratı kimi vurub açdığımız zaman birincinin kvadratı üstə gəlinsin 2 vurulsun, birinci vurulsun ikinci, bir də üstə gəlinsin ikincinin kvadratı bərabərdir 4 alınacaq. Burada A-ları islah elədiyimiz zaman A kvadrat üstə gəlsin 2 üstə gəlsin 1 bölünsün A kvadratı bərabər 4 alınacaq. Və biz burada məlum 2-ni bu tərəfə atdığımız zaman onda bizim ifadəmiz A kvadrat üstə gəlsin 1 bölünsün A kvadratı bərabərdir 4 çıxılsın 2 olacaq. Yəni buradan da A kvadrat üstə gəlsin 1 bölünsün A kvadratı bərabər 2 cavabını alarıq D variantı.